Dostum Bakı kəndlərinin birində ərzaq dükanı işlədir. Mənə belə danışdı. Dükanda son aylarda uşaq yeməyi və digər mallar əskiy gəlməyə başlamışdı. Tapşırdım ki, müşahidə kamerası qoysunlar və oğrunu tutaq. Bir gün işçi qaçaraq gəldi ki, oğru tutuldu. İcazə verirsinizsə polisə zəng vuraq. İcazə vermədim. Keçdim monitor arxasına. Gördüm ki, oğru qoca bir qadındır. Bir uşaq yeməyi və 2 ədəd 2 nömrəli uşaq bezi götürüb dükandan çıxır. Başladım öz maşınımla onu izləməyə. Avtobusa mindi, kəndin ən sonuncu dayanacağında düşdü. 2 kilometrə yaxın məsafəni ayaqla gedib evinə çatdı. Kənarda evin çox şəraitsiz olduğu görünürdü. Yaxındakı dükana girdim, əlimə gələndən yığıb qayıtdım həmin ünvana. Qapını döydüm. Xala özü açdı. Bayram qabağı yardım gətirdiyimi dedim. Keç əyləş dedi. Çay da gətirdi. Oğul, bu saxladığım körpə qızımındır. 13 aylıqdır. Doğuş vaxtı qızım dünyasını dəyişdi. Yoldaşı ilə aralarında yalnız dini kəbin vardı. Gətirib dini kəbini də göstərdi. Yoldaşı da 5 ay qabaq qəzada dünyasını dəyişdi. Taksi işlədirdi. Uşağa mən baxırdım, amma xərclərini özü ödəyirdi. Sözündən belə çıxdı ki, valideynlərin arasında dini kəbin olduğuna görə hər iki tərəfin qohumları bu xaladan və uşaqdan imtina etmişdi. Öz təqaüdüm özümə çatırdı bala. Bu qədər bazarlıq eləmisən, Allah köməyin olsun. Bu qədər ərzağı yeyə bilmərəm. Sən bunların yerinə bu kağızda yazılanların pulunu deyəcəyim dükana ödə. Xala əlində qələmlə yazılmış bir kağız uzatdı. Dizlərim əsdi, gözüm qaraldı, dünya başıma fırlandı oxuyanda. Həmin kağızda xala dükandan oğurladığı uşaq qidasının və uşaq bezinin sayını yazmışdı. Gördüm, boğuluram, qəhər məni boğur, çıxdım çölə. O da arxamca çıxdı. Bala, mənim bir ayağım cordadır. 38 il süpürgəçi işləmişəm, övladımı haramla böyütməmişəm. İndi gücüm qalmayıb. Körpənin aclığı məni filan dükandan bunları oğurlamağa məcbur etdi. Səndən xahiş edirəm, bu ərzaqları bunların müqabilində ver o dükana. Bu qədər ərzağı mən apara bilmərəm. Çöldə asılqanda yuyulmuş uşaq bezləri gözümə sataşdı. İnsanın nə qədər abırlı biri olduğu gün kimi aydın idi. Bir dost rəsmi qaydada körpənin 18 yaşına kimi bütün xərclərini öz üzərinə götürdü. Həmin qadın ad, ünvan yazmağa icazə vermədi. Mənim apardığım payı da sonuncu dəfə qəbul etdi. Dedi ki, pisimə gəlir, bunlara ehtiyac yoxdur. Sonra xeyir dua verdi. Yəni, əzizlər, bəzən hər şey göründüyü kimi olmur. Mühakimə etməyə tələsməyək. Azca səbirli olub məsələni kökündən həll edə bilərik.